Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən İlfət müəllim İşğəliyev. Bu günlərdə maraqlı bir mövzu ilə sizlərin qarşınızdayım və planlaşdırdığım strategiyaya uyğun olaraq sizlər üçün riyaziyyatın maraqlı hissələrindən bəzi video materiallar hazırlayacağım ki, bu materiallar sizlərə üçün həm faydalı olacaq, həm də sizlərin riyaziyyatın nə qədər maraqlı olduğunu bir daha sübut etmiş olar. O mövzulardan biri də nədir? Lövhədə gördüyünüz əkiz ədədlərdir. Sual yaranır. Ay müəllim, əkiz ədədlər nə deməkdir? Riyaziyyatda da əkizlik məsələsi var. Biz elə bilirik, əkizlik ancaq həyatla bağlıdır. Riyaziyyatda əkiz ədədlər deyə bir anlayış olmaz. Var uşaqlar. Nədir əkiz ədədlər? Qayda belə deyilir ki, fərqi 2-yə bərabər olan sadə ədədlərə əkiz ədədlər deyilir. Fərqi 2-yə bərabər olan sadə ədədlərə əkiz ədədlər deyilir. Ağlımıza misallar gələ bilər. Məsələn nə? Məsələn, 11 və 13. 11 də sadə ədəddir, 13 də sadə ədəddir. Fərqləri nədir? 2. Onda deməli 11 ilə 13 necə ədədlər oldu? Əkiz ədədlər oldu. Başqa nümunə gələ bilər. 17 və 19. Bəli, 19-un 17-ni çıxana nə alırıq? 2 alırıq. Deməli, bunlar necə ədədlər oldu? Bunlar da əkiz ədədlər oldu. Bu qayda ilə siz digər əkiz ədədləri tapa bilərsiniz. Əkiz ədədlər haqqında bəzi məlumatları sizə bildirmək istərdim ki, demək uşaqlar, hələ ki bizim daha çox bəlli olan müəyyən sərhəd çərçivəsində ən böyük əkiz ədədimiz 10.016.957 ilə 10.016.959-dur. Ən böyük. Və bildirmək istərdim ki, sizə 30 milyona qədər 152.892 cüt əkiz ədədimiz var. 30 milyona qədər 152.892 cüt əkiz ədədimiz mövcuddur. Və maraq üçün İngilis riyaziyyatçısı ilə bağlı araşdırma apardıq. Biz deməli öyrəndik ki, İngilis riyaziyyatçısı Glaser hesablama yolu ilə tətbiq edib ki, alıb ki, 1-dən 100 minə qədər 1125 cüt əkiz ədəd var. Demək ki, 1 milyondan 1 milyon 100 minə qədər isə, həmin aralıqda isə 725 cüt əkiz ədədlər mövcud imiş. İnanıram ki, əkiz ədədlərlə bağlı olan bu video sizin üçün maraqlı oldu və siz də artıq bildiniz ki, əgər iki sadə ədədin fərqi 2-yə bərabərdirsə, onda bu ədədlərə əkiz ədədlər deyilir. Və əkiz ədədləri öyrənməklə həm bunu dostlarınızla paylaşa bilərsiniz, həm də özünüz faydalana bilərsiniz. Bu kimi maraqlı mövzuların izahlarına mən bir qədər də toxunacağım və artıq ondan sonra isə bizim shortslarda suallar izahları və ardınca isə buraxılış imtahanlarına hazırlıqla bağlı sual izahları da təqdim olunacaq. Özünüzdən müğayət olun, işiniz avamlı olsun. Hələlik.